vaxtınız xeyirli olsun. Marketing Talksun daha bir buraxılışı ilə qarşınızdayıq. Ümid edirik ki, yaxşısınız və əminik ki də yaxşısınız. Çünki bayram həftəsidir. Artıq istirahət günləri başlayır. Maşallah martın da demək olar ki, yarısı istirahət günləridir. İndi düzdür, şəxsi biznes olanlar yenə də işləyəcək. Onlar üçün 24 saat da işdir. Amma hər halda düşünürəm yenə də bayramın dadını çıxardacaqlar. Təbii, əlbəttə ki, ən azından bir şəkər burağı, nə bilim, qoğal falan. Yeməklə Ramazan iftardan sonra. Var, Çoxsa iftardan sonra olur. Hə, bir insanın üstünə bir ağırlıq çökür həmin vaxtda, amma o özü də bir xoş ağırlıqdır. Təki həmişə sağlıq olsun. Mən istəyərdim ki, müəllim, bu dəfə telefon əlimdə belə başladım. Niyə? Bizim buraxılışlarımız yayımlananda mən artıq uzun müddətdir ki, öz sosial mediamda paylaşmıram və bilərəkdən paylaşmıram bəzəndir ki, görüm kimlər izləyir, ümumiyyətlə kim yazacaq. Mən uzun müddət yox idim, bilirsiniz ki, qaydandan sonra, buraxılışı yayımlayandan sonra dərhal o qədər qəşəng mesajlar gəldi, kövrəldim rəsmən. Çox xoş oldu və mən istəyərdim ki, hələ də bizim buraxılışlarda, indi artıq hardasa 63-ə yaxın bir buraxılışımız var. Bu buraxılışların ilkinə qaydan var, nə bilim 30-a baxan var, 20-yə baxan var və onlar mütəmadi olaraq mənim qarşıma çıxır. Çox istərdim elə sizin də... Loyal izləyicilər də onlar. Bəli, hansı ki, əminəm ki, abunə olublar və yaxud da həmin günü gözləyirlər ki, buraxılışı yayımlansın. Mənə zəng eləyənlərə də buradan təşəkkür edirəm. Bilirəm, indi saat çəkəcəksiniz, mən ad çəkə bilməyəcəm, amma zəng eləyib etiraf eləyənlər, fikir deyənlər, təklif verənlər, istəklərini bildirənlər, yəni hətta belə deyək, tənqid edən hansısa bir məsələ varsa, tənqidi bir məsələ varsa ki, hə, bunu belə eləməsəydiniz, belə eləsəydiniz daha yaxşı ola bilərdi falan. Hər birinizə təşəkkür edirik. Əsas odur ki, necə deyərlər, diqqət Bəli, göstəriblər. Bəli, diqqət göstərirlər və zaman ayırıb İzləyiblər. Tamamilə razıyam. Mən burada çox maraqlı bir şərh gördüm. Əslində xanımın özünə də yazacağam, amma elə burada buraxılış vasitəsilə də deyim. Aysel Zadə adında şəxs yazıbdı ki, videolarımıza yazıb ki, çox maraqlıdır. Kaş mütəxəssislərin LinkedIn hesablarına da yazardınız və bundan sonra mən qayıdacağam digər o 63 ərinmədən 63 nəfər buraxılışımızda qonaqlar kimlər olubsa, onlardan biri əlimə özümüz olmuşuq, düzdür. Onların LinkedIn hesablarını mütləq paylaşacağam. Hər birinin yeniləyəcək onlarla bağlı. Sonra Günay Alıbəyliyə təşəkkür edirəm, Rəna Məhərrəmliyə təşəkkür edirəm, Şamxal Xudaverdiyevə təşəkkür edirəm. Bütün buraxılışlara demək olar ki, rəy yazırlar və Cahangir Səfərova təşəkkür edirəm ki, hər buraxılış mütləq orada rəyini bildirir. Hətta baxmadan belə rəyini bildirir ki, rəyimi yazıram, sonra baxıram. Onlara da təşəkkürlər. Və eyni zamanda bir xanım var, Gülnarə İbrahimova. Ona da təşəkkür edirəm ki, o da hər buraxılışda şərh yazır. Əslində çoxdur. İndi mən ilk başdan gələrək izlədim. Layla xanıma təşəkkür edirəm. Onlar da mütəmadi izləyirlər və şərh yazırlar. Sizin sayənizdə biz də daha da həvəslənirik. İnandırım sizi bircə nəfər izləsə belə mən yenə də ona həvəslənib eyni şəkildə sonra bir yoldaş var idi, orada qeyd eləmişdi ki, inşallah sizin kitabınızda çıxmağı gözləyəcəm. Ona da təşəkkür edirəm. Sən mənim adı nə? Kitabla bağlı. Adı yadımda qalmayıb, təəssüf ki, amma həmin buraxılışda deyəsən Tural Rüstəmlə olan buraxılış. Yox, Cahangir Səfərli, bəli, yazıb 100-cü və 200-cü buraxılış üçün kitabınızı gözləyəcəyik Əli bəy. Tək o kitaba görə deyil, mən fikir verirəm, o şəxs, o dostumuz hər buraxılışda çox aktivdir. Bəli, eyni şəkildə, həqiqətən. Sağ olsun. İcazənizlə mən bir dənə də məsələni açıqlamaq istəyərdim ki, inşallah bu yaxınlarda biz Marketing Talksu biraz fərqli formatda çəkəcəyik və düşünürəm ki, elə burada bizi daimi izləyən izləyiciləri dəvət edə bilərik həmin o Marketing Talksa. Bu iki buraxılış bundan qabaq yenilik var deyə dediyiniz bu idi də. 2 həftə, 3 həftə əvvəl hətta dediyimiz yenilik var idi. Bəli, məhz onlardan biri də bu idi ki, Marketing Talksun bəzi buraxılışlarını canlı olaraq eləyəcəyik. Yəni canlı dediyimiz videolar yazılacaq yenə də, amma həmin orada qonaqlarla olan söhbəti canlı izləyib elə suallarınızı yerində də ünvanlaya bilərlər. Super. Əla oldu. Bu da məni də çox həyecanlandırır. Gözləyirəm, səbirsizliklə gözləyirəm bu formatda biz çəkilişimizi etməyi. Bugün çox maraqlı bir qonağımız var. Mən onun dünən LinkedIn hesabına baxırdım. Çox maraqlı paylaşımlar, çox aktiv, dinamik bir həyat tərzi var. Həm işlərini, həm belə bu şəkildə sosial mediadakı aktivliyini və eyni zamanda sosial mediada gördüyüm qədərilə çox təbiət sevərdi, açıq havada olmağı çox sevir, çox dinamik bir həyat tərzi var. Necə çatdırır, bu da mənə maraqlıdır. Hətta dünən fikirləşdim ki, bəlkə bu qonağımızın özünə time managementlikdən danışaq ki, necə çatdırır bunun hamısını. Amma çalışdığı sahə elə sahədir ki, hər iki sahədə maraqlı suallarımız var və düşünürəm söhbət çox maraqlı olacaq. Mənim də yeri gəlmişkən, məsələn, o dostumuzun ciddiliyi və məqsəd yönlüyü çox xoşuma gəlir. Yəni nə vaxt izləmişəm, baxmışam fəaliyyətinə və ya komandasının fəaliyyətinə, görürəm çox məqsəd yönlüdürlər. Belə deyək də, yerli bir biznes mühiti üçün, öz müştəriləri üçün əllərindən gələn etməyə çalışırlar ki,
hər şey daha da yaxşı olsun. Razıyam. Yəni hərəkətlərlə və dayanmaq yox. Bəli, həm də bunu da vurğulamalıyıq ki, elə çalışdığı və yəni gəlin ən yaxşı da özünü tanıyaq. Biz bayaqdan tərifləyirik ki, gün yaradıcılıq gecəsiymiş ki. Tərifləyirik, gəlin ən yaxşı da özünü tanıyaq. Salam Eldar bəy, necəsiniz? Salam, çox sağ olun. Xoş gününüzə gələk. Təşəkkür edirəm məni dəvət elədiyiniz üçün. İzləyicilərimizi də salamlayıram buradan. Bugün qısaca istəyirsiniz özüm haqqında məlumatdan başlayaq. Bəli, adətən sədiq qalaraq, amma sizi elə onun ardınca da özünüzü təqdim edərsiniz. Biz keçək buraxılışa dərhal. Biz çox danışdıq bugün. Tamamdır. Mənim adım Eldardır. Eldar Əhmədzadə. Founder at Div Akademi, LinkedIn dilində desək. Div Akademi şirkətinin qurucusuyam. Eyni zamanda OK Media adlı IT şirkətinin qurucusuyam. Və eyni anda da Fikir Coworking adlı coworking mərkəzinin qurucusuyam. Həm də bu şirkətlərin idarə etməsində aktiv rol oynayıram. Fəaliyyətim daha çox yox, sırf elə IT innovasiyalar sektorundadır. Bir şirkətim innovasiyalar sektorunda xidmət verir, digər şirkətim innovasiyalar sektorunda təhsil verir. Digər şirkətim isə innovasiyalar sektorunda şirkətləri dəstəkləyir, belə deyək. Dəyər zənciri yaradır. Maraqlıdır, təhsil verir, sonra xidmət göstərir və eyni zamanda da həm də onlara dəstək olur. Çox maraqlı bir zəncir yaratmısınız həqiqətən də. Eldar bəy, mən sizin profilinizi incələyəndə bir çox dediyim kimi sahələr özünüz də vurğuladınız. Maşallah, hər birində fərqli-fərqlisiz və istəyirdim əslində sual verəm ki, hansı sizə daha yaxındır? Amma belə başa düşürəm ki, elə bir zəncir yaratmısınız ki, onları hansısa birindən ayırmaq biraz çətin olacaq. Əvvəla qeyd edeyim ki, mənim bu fəaliyyətimin ixtisasımla yaxından uzaqdan əlaqəsi yoxdur. Mənim ixtisasım turizmdir. Amma turizm sahəsinə çox marağım olmayıb. Elə uşaq yaşlarından IT sahəsinə, innovasiyalar, yüksək texnologiyalar bu sahələrə marağım olub və həyat da daim belə bu tərəflərə doğru itələyib. Mən də belə deyək, xəyallarımın ardınca getmişəm. Sahəm sırf IT, texnologiya, innovasiyalar bunlardır. Məndə başqa bir sual yarandı. Niyə Eldar o deyir, nətər deyim, başqa bir şirkətdə, hər hansı bir şirkətdə əmək haqqıya nətər deyim, əməklə kifayətlənib oturub bir IT mütəxəssisi olmadı. Nəyinə lazım idi biznes, nəyinə lazım idi öz fəaliyyət? Bax, bu qərara necə gəldiniz, məsələn, bu maraqlı? Əslində, bir tərəfdən də seçimin olmaması deyərdim buna. Ona görə ki, mən əmək bazarına atılanda təxmini 2013-cü il idi. O vaxtı indiki qədər aktiv sahələr və vakansiyalar da yox idi. Və indiki qədər ümumiyyətlə sektorlar da çox inkişaf eləməmişdi. Və o dövrdə mənim bir belə deyək, çatışmazlıqmı deyək, mənfi tərəfmi deyək, o idi ki, mən universitetə qəbul ola bilməmişdim və bildiyiniz kimi şirkətlər də universitetə qəbul olmayan işçiləri şirkətlərinə götürməkdə tərəddüd eləyirlər. Bu səbəbdən mənim artıq həyat elə gətirdi ki, başqa bir şansım yox idi. Yəni, mütləq formada ayaqda qalmalıydım, hər hansısa bir sahəni öyrənməliydim. Onun tətbiqinə keçməliydim və ikinci bir optionum heç vaxt olmadığına görə bu səbəbdən yalnız bir optionu nəzərdə tutub daim onun üstünə getdim. Ona görə hər hansısa bir şirkətlərdə işləməyi ikinci seçim kimi heç vaxt ağlımda tutmamışam. Bəlkə də məni elə aqressiv inkişafa sürükləyən də türklər demiş bu olub. Amma bundan əlavə olaraq bir müddət hərbi xidmətdən gəldikdən sonra maaşlı işdə də çalışmışam. Yəni halımdan məmnun idim. Yəni heç vaxt bu fikirdə olmamışam ki, hər kəs mütləq sahibkar olmalı ya da hər kəs mütləq əmək haqqı ilə çalışmalıdır. Bu sadəcə seçimdir və həyat tərzinə görə dəyişən bir şeydir. Amma özümün şirkətim olmadığı vaxtlarda belə, hər hansısa bir şirkət üçün çalışdığım vaxtlarda belə həmişə öz sahəmin necə daha yaxşısı olaram, əlavə nələr tətbiq eləyə bilərəm işlədiyim şirkətdə, əlavə nələr qata bilərəm. Həmişə bu təşəbbüskarlıq deyirik də biz buna. Təşəbbüskarlıq var idi və mənim rəhbərim
məndən bunları əslində gözləmirdi. Bu sadəcə mənim özümün təşəbbüsüm olurdu hər zaman. Bu da bəlkə də biraz da xarakter məsələsidir. Getdiyim yerdə özümdən asılı olmadan daim tələb olunmasa belə nələrsə qatmalıyam. Qəşəng. Eldar bəy, mən istərdim bizim Marketing Talks belə deyək də adına uyğun olaraq biraz marketinq tərəfdən döndərim suallarımı vermək istəyirəm. Div Akademiyada bildiyim qədərilə saytında da gördüm ki, rəqəmsal marketinq dərsləri, təlimləri keçirilir. Sualımı bu yöndə vermək istəyirəm. Yəni əslində bu sual biraz həm də sizə də ünvanlanmış olacaq. Düşünürəm elə sizi də toxunmuş olacaq. Çünki siz də marketinq təlimləri keçirsiniz. Bir var tədris edilən təlim proqramı, bir də var Azərbaycanda real iş mühiti. Bunların bir-birinə uyğunluğu ilə bağlı sizdən fikrinizi soruşacağam. Rəqəmsal marketinq hal-hazırda bütün şirkətlərin belə deyək tələb etdiyi bir sahədir. Hətta bir çox bizneslərin hələ özü fərqində deyil ki, əslində ona lazım olan bugünkü gün rəqəmsal marketinqdir. Hələ biz onları exclude eləsək, kənara qoysaq və sadəcə bunun fərqində olan şirkətləri belə götürsək ki, onlar başa düşürlər ki, bəli, bizə həqiqətən də marketinq, rəqəmsal marketinq vacibdir. Bugünkü gün hətta nəinki bizim akademiya, digər tədris müəssisələri belə kadr yetişdirməkdə həmin saya çata bilmərik. Çünki tələb həddən artıq çoxdur Azərbaycan şirkətlərində və tələbin çox olma səbəbi də odur ki, rəqəmsal marketinq xüsusən də o qədər sürətlə dəyişir ki, o qədər istifadəçi davranışları dəyişir ki, bütün akademiyalar məcbur olur demək olar ki, hər il, hər 2 ildən bir maksimum öz sillabuslarını dəyişsinlər, müasirləşən əmək bazarına uyğun belə deyək, tələblərə cavab verən kadrlar yetişdirsinlər. Ona görə şirkətlər üçün hal-hazırda tək özümüzü tərifləmirəm, amma bizim kimi digər tədris qurumları da həqiqətən də kifayət qədər ciddi töhfə verir yerli şirkətlərə. Siz nə düşünürsünüz müəllim? Mən demək başqa bir yöndən cavablamaq istəyərdim. Əslində siz qeyd elədiniz ki, bir də sualınıza qayıtsam, belə bir sual verdiniz ki, təlim proqramında verilən və real iş mühiti. Və real iş mühiti. Bu necə uzlaşır, ümumiyyətlə uzlaşmır da. Burada biraz belə açıq danışsaq, səmimi olsaq, var təlimi verən tərəf, var təlimi alan dinləyici və yaxud da ki, o dinləyicidən bəlli bir keyfiyyəti gözləyən, onun təbii ki, əgər özü qoşulmayıbsa, şirkət vasitəsilə qoşulubsa, hansısa bir şirkət. Burada proqramın yenilənməsidir, proqramın təkmil olmasıdır, öyrədici olmasıdır, düzgün atmosferin yaradılmasıdır həmin təlim mərkəzində. Bu, təlimi verən tərəfin birbaşa, belə deyək də, öhdəlikləridir. Ki, mən təbii ki, normal təlim şirkətindən gedir söhbət. Ki, bunu mən təmin edəcəm, bunu verirəm sənə. Sən baxırsan bu proqrama, bu mühitə, bu atmosferə, sən qəbul edirsən ki, bu xidməti bu səviyyədə ala biləcəksən məndən. O da razılaşıb, müqavilə bağlayırlar, işçini, əməkdaşı göndərir. Əməkdaşı göndərir. Burada əsas disbalans yaranan hissə, çünki insan faktoru olduğuna görə ortada, nə qədər təlimi verəndə insandır, təlimi alan da insandır. Həmin o xidməti aparıb həmin şirkətdə icra edən də insandır, həmin insandır. Burada disbalans burada yaranır. Yəni nə qədər o insan lazım olan keyfiyyətlərdədir ki, lazım olan keyfiyyətli xidməti də düzgün əldə edə bilsin. Və yaxud da ki, misal gətirim, biraz belə qəliz danışmaq alındı nəsə məndə. Misal gətirim, tutaq ki, insanın götürmə qabiliyyətini, belə deyək də, götürmə qabiliyyətini sınağa çəkə bilməzsən. Təlim şirkəti məcburdur ki, istər-istəməz, əgər götürmə qabiliyyətinə çətinlik varsa, dolayı yollar tapıb o məzmunu ona çatdırsın. Şirkət burada eforu artırmı? Bir iştirakçı üzərində təbii ki, artır. Bir neçə və ya bir neçə iştirakçı üzərində. Amma elə insan da var ki, götürmə qabiliyyəti yaxşıdır, amma tənbəldir. Fikrimi çatdıra bildim. Ona görə də nə qədər biz ümumi danışsaq ki,
proqramımızı yeniləyirik vaxtında, doğru mühit yaradırıq. Eyni zamanda təlimin subyekti ki var, kimə ki o təlim verilir, onlardan da çox şey asılıdır. Yəni bu belə deyil ki, mən etiraf eləyə bilərəm ki, məsələn, əlimdən gələni eləyirəm ki, keyfiyyətli təlim verim. Amma eyni zamanda da o təlimi alan mütəxəssislər də dırnaqarası baxmamalıdır məsələyə. Bunun üçün təbii ki, bir motivasiya üsulları var təlim şirkətlərində ki, necəsə yoluna qoysunlar məsələni. Amma məsələnin sonuncu tərəfində qeyd edeyim, onunla da dayanıram, müəllim davam eləyir. Real təcrübədə öyrəndiklərini tətbiq etmə. Əsas vurğulamaq istədiyim məqam buydu. Elə yəni sizdə də eyni zamanda. Buna meydan verilir şirkətdə, yoxsa verilmir? Yox, real iş mühiti. Çünki şirkət göndərir mütəxəssisi təlimə. Mütəxəssis, biz hər dəfə o sualları veririk, məsələn, təlimdə mütəxəssislərə ki, gəldiyin sənlə indiki sən arasında bir fərq hiss eləyirsən, yoxsa yox? Baxışın necə dəyişdi, daha necə fərqli bir şeylə etməyə başladın? Bir çox feedback ağırlıqla o istiqamətdədir ki, mən hiss edirəm ki, misal üçün dolub daşıram, çox şey öyrənmişəm və həyəcanlıyam bunları tətbiq eləyim ki, mütəxəssisləşim, təkmilləşim, amma meydan mənə verilmir və ya kifayət qədər meydan verilmir. Bax, problemin o tərəfi də var. Əslində soruşmaq istədiyim məqam oydu, təlim proqramı və çünki biz siz dediyiniz kimi biz də tələbələrlə söhbət edirik. Özüm də tələbə olaraq nəzərdə tuturam. Söhbət edirik ki, öyrəndiyimizin neçə faizini tətbiq edə bilirik? Edə bilirikmi ümumiyyətlə? Bu artıq bir fərqli məsələdir. Ona görə soruşdum ki, istərsiniz tələbələrdən də sizə geri dönüş gəlir. Ona görə fikrinizi öyrənmək istəyirdim. Burada faiz demək çox çətin məsələdir. Ona görə ki, bu tələbənin getdiyi şirkətə görə dəyişir. Adətən böyük şirkətlərə gedəndə öyrəndiklərini tətbiq eləmək daha çətin olur. Çünki həmin böyük şirkətlərin artıq oturmuş bir sistemləri var və siz onlara bilirsiniz, gəlin artıq bundan sonra bunu tətbiq eləyək deyə bilmirsiniz. Bu səbəbdən biz adətən tələbələrə şiddətlə tövsiyə edirik ki, ilk növbədə startaplara və yaxud da kiçik şirkətlərə müraciət eləsinlər. İlk növbədə təcrübə proqramlarına müraciət etsinlər. Çünki təcrübə proqramları bir növ sizin o öyrəndiklərinizi tətbiq eləyəcəyiniz bir arenadır. Orada artıq sizin lord dildə desə əliniz, qolunuz daha geniş olur. Sizin oradakı rəhbərliyiniz yeniliklərə daha çox açıq ola bilir, nəinki böyük korporativlərdə. Bu səbəbdən bu işin biz çarəsi olaraq onu görürük ki, birbaşa böyük şirkətlərə getmək yox, əvvəlcə kiçik şirkətlərdən başlamaq. Çünki kiçik şirkətlərdə həm də işin siz ən çətinindən başlayırsınız. Həm bildiklərinizi tətbiq eləyirsiniz, qarşınıza daha çox problem çıxır. Adı üstündə kiçik şirkət olduğuna görə sizə çox kömək eləyən də olmur və bu isə ona gətirib çıxarır ki, siz artıq özünüz ayağınızın üstündə durmağı öyrənirsiniz, problemləri həll eləmə bacarıqlarınızı inkişaf eləyir. Bu səbəbdən bir çox üstünlükləri var kiçik şirkətlərə gedib işləməyin. Mən məsələn öz təcrübəmdən misal gətirirəm bəzən. Yoldaşlara deyirəm ki, hətta mən yenə də bir statusum yadıma düşdü, paylaşdığım bu nəzəriyyə və təcrübə ilə bağlı münasibət, Pareto prinsipini orada qeyd eləmişəm, 20-80 münasibətin. Maraqlananlar oxuya bilər, səhifəmdə var. Amma tövsiyəm nə olur dinləyicilərə? Deyirəm ki, mənim özümdən nümunə gətirəm ki, vaxt var idi ki, misal üçün də mən də öyrənməyə ac idim və öyrəndikcə bilirdim ki, öyrənmə sürətimdən tətbiq sürətim heç vaxt üstə düşməyəcək də. Yəni öyrəndikcə, təkmilləşdikcə, dərinləşdikcə bunları tətbiq eləmək üçün həyat lazımdır. Ustalaşmaq üçün həyat lazımdır da. Belə deyil, o qədər şey öyrəndim, gəldim masanın arxasına və başladım birdən-birə tətbiq eləməyə. Öz belə deyək, egomu bir nizama almaq üçün ki, çox öyrənirəm, amma tətbiq tərəfini, realizasiya tərəfi əgər hətta belə geri qalırsa, çox sevdiyim yanaşmalardan biri də simulyasiyadır. Yəni, bəzən o simulyasiyaları eləməyi, hələ indi də o simulyasiyaları eləməyi sevirəm. Elə şey var ki, məsələn, bugün bunun zamanı deyil, ehtiyac, tələb yoxdur buna. Amma mən yenə də o simulyasiyanı elib nəticələrinə baxıram, maraqlanıram, görəsən nə çıxdı ortaya. Bunu hansısa bir case gəlsə necə eləyərdim, kimi bir şeylər. Mən düşünürəm ki, öyrəncilər, dinləyicilər tək real praktika şəraitində deyil, eyni zamanda
özləri bir ev tapşırığı kimi simulyasiya eləyə bilərlər. Məsələn, biri sayt öyrənir, get özün bir sayt yarat işlə də. Elə kimsə gərək sənə buyruq eləsin ki, gəl otur burada bu saytı yarat. Aydındır. Eldar bəy, mən ikinci təlimdən çıxıb başqa bir sizin digər sahənizə, veb saytlarla bağlı sual vermək istəyirəm ki, indi bilirik ki, sosial medianın dominantlığı, yəni hökm sürdüyü bir dövrdəyik və istənilən sahə açılan şirkət dərhal orada birinci səhifəsini yaradır, nəinki veb səhifəsini yaratmaq. Bu indiki trend necə gedir? Veb sayt yenə də o öz qüvvəsini saxlayır, yoxsa kiçik şirkətləri itiririk yavaş-yavaş? Bugün biz kiçik bir market belə açsaq, biz məcburuq ki, onun belə deyək, o reklam tabelasını onun üstünə vuraq. Bugünkü gün veb sayt artıq marketinq aləti olmaqdan çıxıb daha çox belə deyək, məcburiyyətə çevrilib. Ona görə ki, siz bir şirkət açırsınız ya da fəaliyyətə başlayırsınızsa, sizin artıq bugünkü 2025-ci ildə o deməkdir ki, əvvəlki illərə nisbətən sizin daha çox rəqibiniz var. Və sizin rəqibinizin ilk ağlına gələn şey də təbii ki, ilk Instagram səhifəsini açmaq ya da sosial şəbəkə hesablarını açmaqdır. Və ən asanı da budur. Niyə? Çünki pulsuzdur. Bəli. Amma veb sayt ildən ilə daha belə deyək, premium bir alət halına gəlir. Artıq veb saytı olan şirkətlər və yaxud da belə deyək, kiçik bizneslər istifadəçiyə daha çox etibar ötürür, nəinki Instagram səhifəsi. Xüsusən də bildiyiniz kimi son illərdə fraud halları çoxalıb, xüsusən də elə qeyd elədiyiniz sosial şəbəkələrdən, hansı ki, burada da insanların əvvəlkindən artıq daha çox etibara ehtiyacı var. Və bunu da kiçik şirkətlər bir fürsətə çevirməlidir. Biraz kobud desək, bizim yalancı olmadığımızı artıq daha çox sübut eləməyimizə ehtiyac yaranıb 2025-ci ildə. Bu səbəbdən sosial şəbəkələr də olmalıdır. Yəni heç vaxt bu bir-birinin əvəz edicisi ola bilməz, veb sayt və yaxud da sosial şəbəkələr. İkisi də bir-birini tamamlayan komponentdir. Hətta Instagramda və yaxud da digər sosial şəbəkədə o ən yuxarıdakı link sətrində belə sizin veb saytınızın olması sizə daha çox geri dönüşlər qazandırır. Hətta istifadəçi, biz bunu praktikada görürük ki, bəzən heç klikləmir də ora və yaxud da girib veb saytınızdan alış-veriş eləmir. Amma təkcə o domaininizin və yaxud da veb saytınızın olduğunu görmək belə ona müəyyən mənada müsbət üstünlük qazandırır. O zaman belə bir sual yaranır məndə. Bunu sırf tutaq ki, bir istifadəçi, bir müştəri və yaxud da bir sosial medianı izləyən bir şəxs kimi deyirəm. Çox vaxt hazır şablonlar üzərindən saytlar qurulur. Yəni sıfırdan əziyyət çəkilmir ki, əziyyət çəkilmir deyəndə biraz təbii ki, maddi tərəfi olduğuna görə çox vaxt edilməli. Söhbət təbii ki, fiziki əziyyətdən getmir. Hazır şablonlar üzərindən, hazır indi ola bilər doğru ifadə etməyə bilərəm o terminləri tam bilmədiyimə görə. Bu necə? Yəni bunu da eləyənlər var ki, hazır şablonlar. Məsələn, ən bəsit mənim ağlımda qalan WordPress var ki, onun üzərindən yığırlar və veb saytım var deyirlər. Yəni bu nə qədər faydalıdır və yaxud da ki, gələcəkdə bunun zərərini görə bilərmi? Veb saytı sıfırdan hazırlamaq və yaxud da premium veb saytlar deyə bir belə desək termin var. Bir şirkət, bugünkü gün biz bu studiyadayıq. Nəzərinizə belə deyək də müştərilər və yaxud da izləyicilər daha ucuz qiymətə olan mikrofonla da bizi görə bilərdi. Ya da daha pis görüntüdə olan bir otaqda da biz podkastı çəkə bilərdikmi? Çəkə bilərdik. Amma bugünkü gün biz nəyə görə bunu etməyi özən göstəririk? Bu veb saytların premium olması da bu formadadır. Yəni veb sayt nə qədər sıfırdan hazırlansa, nə qədər əziyyət tələb olunsa, o kənardan sahibkarın işinə verdiyi belə deyək, hörmətin göstəricisidir. Bugünkü gün biz ən yaxşı pulumuzun çatdığı qədər ən yaxşı maşını sürmək istəyirik. Pulumuzun çatdığı qədər ən yaxşı evdə yaşamaq istəyirik. Çünki özümüz özümüzə bunu layiq görürük. Və veb saytı, premium veb saytı seçən sahibkarlar da bu düşüncədədir. Ümumiyyətlə bizim şirkətdə hazır şablonlardan istifadə olunmur. Yəni sırf premium segmentlə işləyirik biz. Və onların da bizlə işləmə səbəbləri eynidir hamısında. Yəni bütün müştərilərin tək ortaq səbəbi odur ki,
biz bunu kənardan da görə bilirik ki, onlar nə qədər öz bizneslərinə dəyər verdiklərini belə deyək, özlərinə həm də sübut eləyirlər. Maraqlıdır. Bəs e-ticarət necədir sizə görə indi hal-hazırda? Çünki mən belə fikrimi çatdırmaq istəyirəm də, bu son zamanlar forumlarda da çox oldu. Hətta keçən ildə yadımdadır ki, Trendyolun təsisçisi ilə bağlı gəlmişdi Azərbaycana və belə bir söhbətlər olmuşdu. Azərbaycan Türkiyədən hardasa bir 5-8 il geridədir də, yəni onların keçdiyi dönəmi biz indi keçməyə başlayırıq və maraqlıdır ki, Trendyol özü Azərbaycana gəlmədən hələ bu qədər vərdiş yox idi insanlarda e-ticarət platformasından istifadə etmək üçün. Pandemiyada vərdişi dəyişdi, amma yenə də insanların ora olan güvəni mi deyim, canlı ünsiyyətə daha çox üstünlük mü vermələrini deyim, hələ də onun effektivliyi çox deyil bizim ölkədə. Siz nə düşünürsünüz bununla bağlı? Sadəcə fikriniz maraqlıdır. Bilirəm, bu ümumi bir sualdır. Yəni yanaşma da sadəcə şəxsi olacaq. E-ticarətin Azərbaycanda çox yaxşı inkişaf etməməsinin mənə görə data əsaslı cavabları var. Birincisi, biz əgər Türkiyə ilə müqayisə eləyiriksə, Türkiyədə e-ticarətin inkişaf etmə səbəbi ilk növbədə odur ki, Türkiyə özü çox böyük bir dövlətdir və orada iqtisadiyyat digər şəhərlər, ən uzaq şəhərlər arasında belə tam bərabər olmasa da nisbətən balanslı formada paylaşdırılıb. Amma bizdə yəqin ki, bu termini çox eşidirsiniz ki, Azərbaycan sanki tək Bakıdan ibarətdir. Və Bakının özü də o xəritəni gözünüzün qabağına gətirsəniz, mərkəzdən bir nöqtə qoysaq, onun ətrafındakı bir 20 kilometr, 15 kilometr radiusdan ibarətdir. Bu hansı formada təsir eləyir e-ticarətin inkişaf etməməsinə? Bu deməkdir ki, Bakıda orta statistik bir adam hər hansısa bir məhsulu almaq üçün evindən maksimum yarım saatlıq məsafədədir. Yəni mən tutaq ki, Suraxanıda yaşayıramsa, mənim onlayn alış-veriş etməyim üçün bir səbəb yoxdur. Tutarlı əsas yoxdur. Çünki almaq istədiyim şey böyük ehtimal 28 may metrosu yaxınlığındadır, ya Nərimanov metrosu yaxınlığındadır və orada onsuz da hər gün ərzində yolum düşür. Və bu avtomatik olaraq mənə o siqnalı ötürür ki, onsuz da oradan keçəcəm ya da məndən maksimum yarım saat uzaqlıqdadır da gedib yerində baxıb alım. Bizim belə bir ikinci şansımızın olması ki, hər hansısa bir məhsulu gedib yerində seçib ala bilirəm yarım saat ərzində, bu e-ticarətin inkişafına mənfi təsir göstərir. Amma Türkiyədə deyək ki, İstanbul ayrı bir dünyadır, belə deyək, Ankara ayrı bir dünyadır, digər şəhərləri həmçinin onların bütün şəhərlərində çoxlu sayda ticarətçilər var. Və ticarətçilər öz məhsullarını satmağa çalışırlar. Təbii ki, siz istənilən bir nöqtədəsinizsə, siz asanlıqla hər nöqtədəki məhsulu gedib yarım saat ərzində ala bilməyəcəksiniz. Yəni, burada coğrafiya qədərdir məsələsi yenə də qüvvəyə minir. Ona görə hal-hazırda Bakının daha çox inkişaf etməsi və balaca bir şəhərdən ibarət olmamız biraz bizi e-ticarət cəhətdən çətinə salır. Özünüz də qeyd elədiniz ki, Azərbaycanda daha çox e-ticarət istifadəçiləri yenə də Trendyoldandır. Bu da bir daha mənim sualımın cavabına gətirir ki, niyə Trendyoldan alış-veriş edirik? Çünki yarım saat ərzində gedib biz Türkiyədən o məhsulu ala bilmərik. Məcburuq Trendyoldan onlayn sifariş etməyimizə. Amma Trendyol dediyimiz olsaydı Nərimanovda hər hansısa bir fiziki yerləri olan mərkəz, böyük ehtimal yenə də alış-veriş eləməyəcəkdik. Maraqlıdır, maraqlıdır. Mən yenə də bu vərdişin çox da yaranmamasını mənə təəccüblü gəlir və bu ümumiyyətlə e-ticarət platforması olan istər yəni fiziki olmayan mağazası yoxdur, amma sadəcə e-ticarətdə fəaliyyət göstərir və onların işinin də çox qabağa getməməsi mənə çox həqiqətən belə deyək də ürək ağrıdır. Yəni yazığım gəlir, eyfim gəlir o boyda işə ki, bu çox zəhmət tələb edən bir şeydir, amma sən istifadəçiləri cəlb eləyə bilmirsən e-ticarətə. Halbuki o sadəcə əyləşdiyin yerdən seçəcəyin məhsulu eyni keyfiyyətdə məhsul sənin qapına qədər gəlir də. Bu həqiqətən mənə çox maraqlı gəlir. Fikrinizə görə təşəkkür edirəm. Son statistikaları bilmirəm, amma mən məsələn bu tərəfdən də baxa bilərsiniz məsələyə ki, bütün digər regionlar, bir də Bakı. Tərəzinin iki gözünə qoysaq, bütün digər regionlardan sifariş çoxdur Trendyoldan yoxsa Bakıdan? Onun statistikası məndə yoxdur deyə hər hansı bir fikir deyə bilməyəcəm. Yəni çox təəssüf ki, elə bir statistikam əlimdə yoxdur. Amma digər yerli şirkətlərin brendlərini müqayisə etsək, Bakı çox ağır gəlir.
Yəni Bakı daha ağırlıq gəlir və hətta söhbət edəndə, yəni necə deyirlər, o şəxsi avtomobilimizi bir kənara qoyub insanların içərisinə girəndə, bir mühitə girəndə görürsüz ki, çox da üstünlük vermirlər. Yəni güvən problemi hələ də tam olaraq aradan qaldırılmayıbdır. Maraqlıdır ki, niyə? Siz nəyə bənzəyir? Ən bəsit misal gətirim də. Məsəl üçün mən evdə deyəndə ki, marketdən onlayn sifariş verək, deyir, yo mənə harda çörək meyvə var, onu yığıb göndərəcək. Amma araşdırmanı da öz ətrafınızda eləmək düz deyil də. Deyil, bu araşdırma deyil. Mən sadəcə misal gətirdim. Yox, bunu sadəcə ümumi deyirəm ki, yəni yaşadığım bir şeydir. Real olaraq istəmişəm ki, marketdən sifariş verək, getməyim də. Yox, sən getsək, onlar bizə məsələn yaxşı məhsul göndərməyəcək söhbət. Yoxsa araşdırma məsələsi deyildi. Amma e-ticarəti bir də hansı formada müsbətə doğru itələyə bilərik. Sahibkarlıq subyektləri daha çox rəqəmsallaşmalıdır. Və daha çox rəqəmsallaşsa, o demək ki, tələb daha çox artacaq. Yəni təklif edən tərəflər də çox artacaq. Bugünkü gün yalnız deyək ki, daha çox Bakıdakı sahibkarlar veb-sayt sifariş verir. Daha çox Bakıdakı sahibkarlar sosial şəbəkələrdə deyək ki, öz mağazalarını açırlar və təklif etməklə məşğuldurlar. Amma eyni qaydada regionlara da bu vərdişlər yaransa və oradakı sahibkarlara da rəqəmsallaşma deməzdim ki, məcbur olunmalıdır, amma ən azından təşviq olunsa ki, onlar da rəqəmsallaşmalıdırlar. Bu zaman artıq internetdə sizə, yəni bir istehlakçıya təklif olunan məhsulların sayı da çoxalacaq, onların lokasiyaları da çoxalacaq. Yəni ola bilər ki, mən bu gün artıq bir məhsulu görərəm, baxıram ki, o məhsul Gəncədədir ya da Şəkidədir. Mənim artıq oradan gedib alma lüksüm yoxdur. Bayaq dediyimiz o 30 dəqiqə ərzində. Bu səbəbdən əgər Şəkidəki sahibkarlar və yaxud da digər regionlardakı sahibkarlar da rəqəmsallaşmağa doğru geçsələr, bu hər kəs üçün win-windir. İstehlakçı üçün də win-windir, həmin sahibkar üçün də win-windir, digər maraqlı qurumlar üçün də. Məsələn, mən bir neçə startup nümunəsində iştirak eləmişəm. Məsələn, kənd təsərrüfatı məhsullarımızı Bakıya bir növ ixrac edəcək regionlar üzərində fokuslanmış bir startup idi. Məsələn, o startup çox qısa müddət fəaliyyətdə oldu, amma hələ də bir növ bir pauzada saxlanılıb. Onun üçün bir app yaratdılar, nə bilim filan elədilər ki, orqanik məhsulları əsas məsələ nə idi? Bildiyim qədəri o araşdırma stage'ində logistik məsələləri tam həllini düşünməmişlər ki, necə? Təbii ki, bütün həlləri tam düşünmək qeyri-mümkündür, amma ən azından optimal həll düşünə bilməmişlər ki, bunun yəni sözümü ona gətirəm ki, tək rəqəmsal məsələ deyil, istənilən bir ticarətin arxasında logistika dayanır. Yəni logistika bir növrəsi olmasa, sən orada saytda nə qədər istəyirsən qışqır, yerləşdir, göstər, nə bilim filan elə bunun maraqlı məsələdir. Yaxşı, qaydaq indi digər tərəfə. Elə madəm söhbət belə bir şey düşdü, sizin LinkedIn profilində belə bir şey gördüm. 1000 iş yeri yaratmaqla bağlı bir post gördüm. Çox diqqətimi çəkdi. Oxudum sona qədər də. Çox maraqlı alternativ təklifləriniz də var idi. Və sonra baxdım ki, mütəmadi bu məsələlərə toxunmusunuz və digər ölkələrlə də, əsas da Finlandiya ilə müqayisələr də etmisiniz tez-tez. Bu kimi fikirləri paylaşırsınız və çox əslində bəyənilirdi. Yəni sizin özünüzün bu sahədə olan təkliflərinizin necə deyim, icraatı məsələsi var da. Mən məlumat deyiləm, nə məsələdir o? Deyilsiniz. Gəlin istəyirsiniz onda bizi izləyənlər də ondan məlumat olsun deyə biraz özünüz bəlkə onun haqqında məlumat verəsiniz. Maraqlı bir postuydu. Birinci həmin postdan başlayayım, daha sonra postu bura skrin edib yerləşdirəcəm. Paylaşa bilərəm. Deməli, mənim təşəbbüsüm və yaxud da mənim fikrim budur ki, bir belə deyə bir bina olmalıdır, fiziki bir ofis yaradılmalıdır, necə ki bir biznes mərkəzidir və ora heç o minimum 1000 nəfər rəqəmsal sahədə biliyi olan və xidmət göstərə biləcək insanları yetişdirib ora cəlb etməkdir və oradakı o 1000 nəfər də həmin ofisdə əyləşərək kənara çıxmadan, kənara fiziki xidmət satmadan Azərbaycandan kənara
rəqəmsal xidmətlər təklif etməlidir. Bu rəqəmsal marketinq ola bilər, bu veb proqramlaşdırma ola bilər, bu data analitika ilə bağlı hər hansısa bir həllər ola bilər və s. Yəni bir növ Azərbaycanda bu formada IT hub yaranmasının tərəfdarıyam və bu ölkə miqyasında fayda gətirəcək bir layihə olardı və eyni zamanda da biz ora əgər 1000 nəfər kadr cəlb etdiyimiz zaman bu 1000 nəfər yerli vakansiyaları tutmadan, yəni yerli əmək bazarındakı ştatları doldurmadan yeni 1000 iş yeri yaratmaqdır. Buradakı məqsəd oydu. Yəni post əgər bilməm buralardadsa yerləşdirəcəm, bəli, yerləşdirəcəm. Bunu yazmaqda və bu düşüncəyə məni gətirən məqamlar da odur ki, mən ümumiyyətlə xalqların vərdişlərinin belə deyək, DNA-dan qaynaqlandığı qənaətindəyəm. Mənə görə Azərbaycan xalqının DNA-sında çoxlu işləmək və smart işləmək ikisi də var. Və bunu siz özünüz də görə bilərsiniz ki, digər ölkələrə nisbətdə biz ingilis dilini də daha yaxşı mənimsəyirik, daha onların belə deyək, aksentinə uyğun dildə, tərzdə danışa bilirik və yaxud da rəqəmsal sahələri qısa zamanda Azərbaycana gəldi və çox populyarlaşdı, bildiyiniz kimi texnologiya, innovasiyalar və s. Mənə görə bizim belə deyək, yaxşı vərdişlərimiz var. Öyrənməklə bağlı və işləməklə bağlı və keçmiş tariximizdə də hər zaman əziyyət çəkən xalq olmuşuq da, belə deyək. Ona görə mən düşünürəm ki, biz bu potensialımızı hal-hazırda istifadə eləmirik tam. Hal-hazırda içimizdə o, belə deyək, yatmış bir əjdaha kimi qalıb. Amma fürsət yaradılsa və təşviq olunsa buna, hesab edirəm ki, ortaya çox yaxşı mənzərələr çıxa bilər və içimizdəki o potensialı beynəlxalq arenada istifadə edə bilərik və beynəlxalqdan ölkəyə belə deyək, valyuta cəlb edə bilərik. Azərbaycandan məhsul ixrac eləyə bilərik, texnoloji məhsuldan gedir burada söhbət. Fikrim bundan ibarətdir. Çox qəşəng, maraqlı bir məqam idi və aşağıda şərhləri də oxudurdum ki, nə qədər bunu real olub, nə qədər özlərinin vurğuladığı məqamlar, çətinliklə üzləşdiyi məqamlar da var idi. Sadəcə elə suallarımdan bir dəstə odur ki, bu nə qədər realdır, amma qəşəng ətraflı cavab vermiş oldunuz deyə düşünürəm. Bunun artıq nümunələrini edənlər var. Yəni bu belə ultra innovativ bir ideya deyil. Azərbaycanda sizin də, bizim də çox tanımadığımız o qədər insanlar var ki, onlar evdən otururlar. Hətta bəziləri rayondadır, bəzilərindən şəxsi tanışlığım da var. Və onları siz heç bir tədbirdə görə bilməzsiniz. Heç bir podkastda falan görə bilməzsiniz. Hətta sosial şəbəkələrini belə çox aktiv istifadə eləmirlər. Amma remote qaydada xarici şirkətlərə xidmət satırlar. Xarici ölkələrə, hətta bir neçə ölkələrə birdən eyni anda xidmət göstərirlər. Bəzilərinin hətta bir şirkət var idi, tanıyırdım. Onların mən adını ilk dəfə eşidirdim, amma maraqlananda gördüm ki, onlar sən demə 5-6 ildir bu işlə məşğuldurlar. Yəni bu formada bir ofisə yığılıblar, 5-6 nəfərdilər və Azərbaycandan kənar digər ölkələrə, Avropa və Amerika ölkələrinə proqramlaşdırma ilə, daha sonra qrafik dizaynla bağlı xidmətlər göstərirlər və bizim heç birimizin onlardan xəbərimiz yoxdur. Yəni əslində bu bizim bacardığımız işdir və bunu kiçik miqyasda onsuz da eləyirlər. Mənim təşəbbüsüm bunu artıq daha görünən formada və daha geniş masştabda etməkdir. Yəni hər hansısa bir yeniliyi gətirmək deyil. Bunu deyək ki, 5 nəfər, 10 nəfər yığılıb edən insanlar varsa, bunu demək ki, 1000 nəfər də yığılıb eləyə bilər. Mənim başqa bir sualım yarandı. Bir tanış var. Seymur bəyə buradan salamlayıram. Bu yaxınlarda dediyim bəlkə bir 10 gün olar sosial şəbəkədə belə bir post paylaşmışdı. Çox diqqətimi çəkdi. Yeri gəlmişkən qeyd edim ki, Seymur bəy vətəndaşımız Avstriyada yaşayır. Səhv etmirəmsə, hələ də əgər orada yaşayırsa, onun çox məşhur bir startapı var, yəni investisiya almış startapı var. Hansı ki, belə deyək, bu işgüzar həyatı təhlil edir və işgüzar həyatda təkliflər verir şirkətlərə, ümumi qeyd eləsəm. Və
tək söhbət Azərbaycandan getmir. Dolayısıyla həmin platformaya, yəni həmin startapın platformasına demək olar ki, dünyada böyük ölkələr, digər böyük ölkələr də müraciətlər edir. Məsələn, Avropadan, Amerikadan və s. Yəni dolayısıyla statistikanı görmə imkanı var və paylaşdığı post niyə diqqətimi çəkdi? Niyə güvənirəm onun paylaşımına? Ki, onun əlində bu imkan var ki, dünyanın mənzərəsini öz çapında görə bilir. Çünki o platformaya gələn müraciətlər fərqli-fərqli ölkələrdən, böyük ölkələrdən gəlir, ya kiçik ölkələrdən gəlir. Belə bir ifadə işlətmişdi postda ki, demək, əgər hazırlaşırsınızsa ki, IT sahəsini seçəsiniz, sizi uyarı verirəm sizə ki, yəni bir siqnal verirəm ki, biraz düşünəsiniz. Ki, artıq IT sahəsində vakansiyalar çox sürətlə azalır. Trend dəyişir. Və buradan da baxanda ki, niyə? Arxasında AI məsələsi gəlir. Süni intellekt. Hansı ki, bugün proqramçılar da artıq əvəz edir yavaş-yavaş süni intellekt həlləri ki, kodu özü yazır sənin üçün. Ya sən deyirsən, mənə filan şey eləmək lazımdır, özü verir sənə ki, bu kod lazımdır sənə və s. Yəni, biraz belə loru dildə çəkən ki, gəliz danışmadan. Belə olacağı təqdirdə sizcə hara gedirik? Yəni, bu IT həllər, rəqəmsallaşma və s. və real nümunəni sizə dedim ki, adam deyir, IT-nin yavaş-yavaş başını buraxın. Çünki IT-ni artıq əvəz eləyir nəsə. Başlayıb daha doğrusu əvəz eləməyə. Mən bu düşüncədəyəm ki, o AI-ı və yaxud da AI alətlərini elə ən yaxşı istifadə eləyə biləcək insanlar da məhz bu IT biliyi olan insanlar olacaq. Hansı ki, IT biliyi heç olmayan insanlardan belə qat-qat daha yaxşı idarə eləyəcəklər süni intellektlə bağlı layihələri. İllər əvvələ getsək, deyək ki, əvvəl hər hansısa bir futbol çəkilişini və yaxud da yuxarıdan çəkilişi bir vertolyot qalxırdı, vertolyotun pilotu olurdu, bir nəfər də əlində kamera çəkən operator olurdu. Bugünkü gün ona ehtiyac yoxdur, bunu dronlarla eləyirlər və biz gözümüzün qabağına gətirə bilərik ki, bugün o pilot da işini itirdi, operator da işini itirdi. Amma əslində belə deyil. Həmin deyək ki, o pilot da böyük ehtimal başqa sahəyə keçdi və yaxud da daha müasir belə deyək də əmək bazarının tələb elədiyi formada transformasiya oldu. Həmin operator da həmçinin. Bəlkə də elə həmin operator da elə dron operatoru olan. Bu gün AI süni intellekt nə qədər inkişaf edəsə də, yenə də onları idarə edən həmişə biz insanlar olacağıq. Və nə qədər çox IT, nə qədər çox texniki biliklərimiz olsa, gələcəkdə biz o alətləri o qədər yaxşı idarə eləyəcəyik. Mən bu yaxında çox proqramlaşdırma, belə deyək, dərinliklərinə qədər biliyim yoxdur. Amma özüm bir, belə deyək, veb-sayt hazırladım süni intellektin vasitəsilə öz işimi avtomatlaşdırmaq üçün. Amma mən hər dəfə o prompt deyirik də, əmrləri və yaxud da promptları yazdıqca süni intellekt mənə cavab verirdi və növbəti promptu mən yazanda başa düşürdüm ki, mən bu promptu ona görə yaxşı yazıram. Çünki əslində mən bu işin məntiqini bilirəm. Yəni çox dərinliyinə qədər deyək ki, back-end proqramlaşdırmanı bilməsəm belə anlayışım var ondan. Ona görə ona düzgün əmrlər verə bilirəm və ona görə də qısa zamanda istədiyim nəticəni ala bildim. Hətta bəzi hissələrdə olurdu ki, kodu yazırdı. Növbəti promptda deyirdim ki, indi buna bu funksiyanı da əlavə et. Funksiyanı əlavə edəndə mən gördüm ki, o yazdığı kodda əvvəlki başqa bir funksiyanı silib. Mən deyirdim ki, okey, bu əvvəlki funksiyaları silmədən yeni funksiyanı əlavə et. Yəni mən bunları biliyim olmasa, mən bunları böyük ehtimal görməyəcəkdim. Yəni süni intellektdən idarə sadəcə ChatGPT-də filan şey nədir və yaxud da mənə prezentasiya hazırla deməkdən ibarət deyil. Süni intellektin hal-hazırda belə imkanları çox-çox genişdir. Və bu geniş imkanlardan da ən yaxşı istifadə edənlər də məsələ texniki biliyi olan insanlardır. Allah təşəkkür edirəm. Bir dənə son olaraq sual vermək istəyirəm ki, bu qədər işin içərisində ən sizə vaxt aparan və qəliz olan, istər müştərilərlə söhbət olsun, istər nə bilim şirkətlərlə söhbət olsun, tələbələrlə söhbət olsun, hansı çətin gəlir? Hansının idarəçiliyində çətinlik çəkirsiniz?
idarəçiliklə bağlı biraz insanlarla işləmək deyərdim. Bu mənə demək ki, çox süni yarır. intellektin daha rahatdır da. Bəli, süni intellekt daha onun Konkretdir. dilini tuta bilirsən, bəli, daha konkretdir. Tapşırıqları net yerinə yetirə bilər. Bəli. İstifadə eləyəndə, yəni işinə yaramayan kod verəndə belə onu asanlıqla dəyişə bilirsiniz. Amma insanlarda bu olmur təəssüf ki. Ona görə hal-hazırda, yəni məncə bütün idarəçilərin də çəkdiyi çətinlik budur. Komanda quruculuğu, yaxşı talantları cəlb eləmək, onları daim motivasiyada saxlama və s. Yəni əslində hər iş çətindir. Yəni marketinq işi də çox rahat deyil. Amma mənə görə ən çətin gələn hal-hazırda budur. İnsanlarla çalışmaq. Razıyam. Nihat bəy də keçən verilişimizdə yanınızdadırsa 99% idi komanda məsələsidir. Bağlıdır. Bəli, bəli. Doğru komandanın cəlb edilməsi və onun əldə saxlanılması. Çünki o problemi həll edə bilən insan, yəni artıq hər şeyi həll edib deməkdir. Yəni komanda quruculuğu və ya da biz bunu qismən həll etmişik. Yəni əlbəttə ki 5 il əvvəlki, 10 il əvvəlki səriştələrimizlə bugünkü səriştələrimiz də eyni deyil. Bu səbəbdən 5 il əvvəlki nəticələrimizlə də bugünkü nəticələrimiz eyni deyil. Yəni daha yaxşı da belə deyək. Bu səbəbdən yəni çox appreciate eləyirəm, hansı ki mənim toplam komandamda bütün şirkətləri toplasan təxmini 100 nəfər ətrafında əməkdaş çalışır. Amma məsələ 500 nəfər, 1000 nəfər əməkdaşı idarə edən bir insanlarla həmsöhbət olanda həqiqətən də onları çox appreciate edirəm. Xüsusən də o əgər özəl sektordadırsa. Çünki özəl sektorda get-gedə komanda sayı böyüdükcə problemlərin sayı 2x yox 3x artır. Bilmirəm bu formula nəyə görədir. Artıq 2 üstə gəl 2 4 etməməyə başlayır. Mən hətta gözüm qorxdu bir dəfə artırmaq qərarını, yəni ləğv elədim. Çünki mən düşündüm tutaq ki 5 nəfər çalışırdıq. Düşündüm 10 nəfər çalışsaq daha çox iş görərik, daha çox gəlirə bir qapı açılar bizə. Və diqqət daha çox artar, səhvlər daha azalar. Adam sayı artdı, baxdım ki əvvəl 1x işləyirdim, indi 3x işləyirəm. Daha çox adama nəzarət eləmək lazımdır. Tamamilə doğrudur. Ya əslində kənardan görünən çox primitiv bir yanaşma kimi gəlir adama ki, hətta bunu mən 5 nəfərlə eləyirəmsə, deməli 2x yaxşısını 10 nəfərlə eləyərəm. Amma reallıqda biz görürük ki, o deyil və bu səbəbdən kiçik sahibkarlar, mən həm də kiçik sahibkarlarla işləyirəm. Bəzən olur ki, onlar hətta 10 il belə onlar böyümürlər. Olduqları komanda sayı ilə kifayətlənirlər. Çünki həqiqətən böyümə çox çətin bir prosesdir. Yəni siz çünki bir problemlə məhsulun inkişafına fokuslanırsınız, digər tərəfdən baxırsınız ki, marketinq tərəfi aşağı düşməyə başlayır. Artıq siz trendlərlə çox da ayaqlaşa bilmirsiniz. Bunun fərqinə varırsınız. Sonra bunun üstünə gedirsiniz, baxırsınız ki, əvvəlcədən götürdüyünüz komanda dağılmağa başlayır. Demək ki, komanda quruculuğuna da kifayət qədər vaxt ayırmamışsınız. Və bu səbəbdən hamısını artıq daha paralel formada aparmaq işi çox çətinə salır. Təşəkkür edirəm Eldar bəy. Çox maraqlı söhbət oldu. Bu çətin işdə sizə uğurlar arzu edirəm. Çətin işdə uğurlar. Sağ olun sizə də. Amma çox maraqlı oldu ki, süni intellektlə işləmək daha rahat. Biz kiçik şirkətik, ona görə bir təhər çolumuzu sudan çıxardırıq. Amma sizdə maşallah 100 əməkdaş az deyil. Və bunu da xüsusi vurğulamaq istəyirəm ki, bilirəm ki, Div Akademiya olaraq qızların təhsilinə də çox önəm verirsiniz IT sahəsində. Buna görə də xüsusi olaraq təşəkkürlər. Bunu mütləq vurğulamalıydım. Həqiqətən çox təşəkkür edirik. Bu bizim yəni hesab edirik ki, həm məsuliyyətimizdir, həm də borcumuzdur. Təşəkkürlər. Yəni məncə elə burada zirvədə buraxaq. Çox sağ olun. Vaxtınızı ayırdınız, gəldiniz, bu qədər işinizin arasında dəyər qatdınız. Əminəm ki, bizi izləyənlər də mütləq bu söhbətdən fayda götürdülər və mən xüsusi olaraq bir də vurğulamaq istərdim. Sizin söhbətin əvvəlində bir məqam var idi, seçimlə bağlı ki, mənim başqa seçimim yox idi, ikinci alternativim yox idi və o seçimi siz özünüz yaratdınız. Bizi izləyən gənclər, tələbələr var, hansı ki, olur insanın həyatımızda hər birimizin bir o seçim şansının tükəndiyi bir nöqtə gəlir ki, orada bir çıxış axtarırıq, bəzən təslim oluruq, amma gördüyünüz kimi təslim olmaq lazım deyil. Əgər seçim yoxdursa, o seçimi elə özümüz yarada bilərik. Çox sağ olun. Məncə çox qəşəng bir mesaj olmuşdu. O da onu da vurğulamaq istədim.
Bizi izlədiyinizə görə təşəkkür edirik. Siz də izləmədə qalın. Fərqli qonaqlarla fərqli mövzulara toxunacaq qonaq təklifiniz olarsa şərh bölməsinə yazın. Qonağımızın LinkedIn səhifəsini də işarə eləyəcəm. Mütləq paylaşacağam. Özünə də yaza bilərsiniz. Əminəm ki, faydalanacaqsınız. Belə, çox sağ olun bizimlə olduğunuza görə. Növbəti buraxılışda yenidən işlərik. Amma tərəfdaşlarımız qaldı. Bayaqdan gözləyirəm ki, görüm adını çəkəcək. Döndərdim. Sadəcə işığı yandırmadan döndərdim. Bəli, biz bugün də Media Fabrikdə görüşdük. Yenidən onlara studiya yaratdığı şəraitə görə təşəkkür edirik. Digibum agentliyinə təşəkkür edirik. Buradan Sənanə xanıma və komandasına çox təşəkkür edirik ki, onlar artıq bizim həm də tərəfdaşımızdılar və eyni zamanda da sponsorumuz var. Sponsorumuza da təşəkkür edirik. Ova Marketlər şəbəkəsinə də biz təşəkkür edirik. Çox sağ olsunlar ki, artıq neçənci buraxılışda bizimlə birlikdədirlər. Bəli. Mən də əzbərləmişəm eyni sözü təkrar-təkrar. Onların da kampaniyaları olur, bəli, kampaniyalar. Amma səmimi olmaq lazımdır, əzbərləmişəm də. Məncə bizim verilişi fərqləndirən əsas xüsusiyyətlərindən biri. Siz yaxşısa belə nətər deyim? Yaxşı, növbəti buraxılışlarda da mən deyəcəm. Tamam. Görüşərik, sağ olun, hələlik. Sağ olun.